Bugün Biləqanlar Yeni Mühürlər qəsəbəsindəyik. Şəhidimizin, bizim qardaşımızın Mahmud Cavanşir Xasayovun evindəyik. Onun ocağına gəlmişik, ananın ziyarətinə gəlmişik. Bir gün özümə bir qürur verib, bu zorluya gələnlər Şəhid Sədanın anasının ziyarətinə gəlmişdim. Anaya dedim ki, məsləhət olsa, bu da şəhidlərimizi bir ziyarət edək. Sağ olsun, o da bizi başa düşdü, bizi görülmədi, bizlə həmkar olub. Bugün öz qardaşımızın bu ocağa gəlmək üzrə bir qürur verdik. Ana Allah bala rəhmət etsin, şad olsun. Allah 25 eləsin. Allah sizə səbir versin. Qardaşımız cəsur olub, gözəl döyüşçü olub. Onun haqqında özün bizə qısa məlumat verəsən, biz də qulaq asarıq. Xasayev Elməddin Qoçuoğlu. Rəxşan Quliyev adına məktəb, orta məktəbini qutarıb. Ali məktəbə qəbul olub 1997-ci ildə. 1900-ci ildə qutardı. 2000-ci ildən sonra məskər getdi. Bir il çəkəndən sonra gəldi. Məktəbini qutarandan da sonra özü bu hərbini seçdi. Dedi, ana evdə sən, mən gedirəm vətən torpağını qorumağa. O şəkilləri gedəndə Sartuşda mənlə çəkdir. Bax o, mənlə qol boyun şəklini. Boynumu qucağa düzülmüşdür, dedi, pisdə olma, ailəmdə, sən əmanət balalarında. Elməddin ailəli idi. 2 balası vardı, bir oğlu, bir qızı. Elməddin getdi. Yeni il günü mənim qırmızı bayrağımı gətirdi Elməddin. Yeni ilmi təbrik elədi mənim. 4 ay mənim balam gəlmədi. Yeni il günü gəldi mən təbrikimə. Onun ailəsi 2-ci ildə vəfat edib. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Xasayzadə Atilla, Xasayzadə Afət. 2 övladı var. Allah cəmi şəhidlərin yerlərin cənnət məkan eləsin. Cəmi şəhid analarına səbir versin. Sağ olsunlar devlətimiz. Başda İlham Əliyev olmaqla yerdə Rəşadət Durğumuzun sayəsində torpaqlarımız alındı. Bir gözümüz bağlıydı, bir gözümüzdə gülür. Vətən sağ olsun. Yəni, yerli icra hakimi də Əziz Əzizov sağ olsun. Gəl şəhid anaların yoxlur. Əlindən nə gələ bilər? Qapıdan içəri girəndə bir Minarə xanım deyəndə qürurlarına bir balam gedib 5 pisliyin kimi balamız gəlir. Orxan müəllim sağ olsun, Heybət müəllim sağ olsun, Əziz müəllim, yandakı havadarları sağ olsun. Yəni devlətimizin qədəri ilə biz həmişə gəlib yoxlur. Bu öyə neçə dəfə gəl bu şəxs. Yəni hamısı yaxşıdır. Yəni hər kişinin bir öz xasiyyəti var. Sağ olsun Əziz müəllim, nə eləməlidir balam? Yerləri cənnət məkan olsun, cəmi şəhidir. Analarına səbir versin. Siz də sağ olun ki, bizi gəlib belə işıqlandırırsınız. Bəyək dedim, bir balam gedibsə, siz gələcək, mən də Allah'a bax, onun canı üçün mən də sevinirəm. Naibə bacım da sağ olsun, Allah onu da balasın. Yerin cənnət.